Bismillahirrahmanirrahim və bihi nəstəin və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Bəli, keçən verilişlərdə olduğu kimi Həzrət Əli əleyhissalamdan və digər məsumlardan həqiqi şiələr barəsində, həqiqi şiələrin xüsusiyyətləri barəsində gələn hədisləri oxuyurduq. Keçən verilişimizdə İmam Əli əleyhissalam öz hədisində açıq-aşkar şəkildə buyurur ki, şiələrin simaları, xüsusiyyətləri belə olmalıdır ki, işarə etdik. Bugünkü hədisimiz İmam Sadiq əleyhissalamdandır. Buyururlar ki, Sədir-i Sirəfi adında bir şəxs var, İmam Sadiq əleyhissalamın səhabələrindəndir. Buyurur ki, daxil oldu İmam Sadiq əleyhissalamın xidmətinə və indəhu cəmaətun min əshabih. İmam Sadiq əleyhissalamın ətrafında da bir çox səhabələr var idi, bir çox insanlar var idi. Yəni, Sədir Sirəfi tək deyildi. Fəqalə, İmam Sadiq əleyhissalam salam əlic etdikdən sonra Sədir-i Sirəfiyə xitab edərək belə buyurdu. La təzal şiətuna mər'iyyin, məhfuzin, məsturin, məsumin, ma. Buyurur ki, bilirsiniz, İmam Sadiq əleyhissalamın zamanında Əməvi xəlifələri artıq süqut edirdi, Əbbasilər yavaş-yavaş dirçəlmişdi və Əhl-i Beyt adı ilə hakimiyyətçiliyə gəldilər, lakin Əhl-i Beytlə mübarizə aparırdı. Şiələrin həmin məclisdəki İmam Sadiq əleyhissalam bu cümlələri, bu kəlamı buyurur. Söhbət açılmışdı ki, bu şiələrin çətinliyindən, şiələrə əziyyət edirlər, onlar amanda deyirlər. İmam Sadiq əleyhissalam buyurur ki, bizim şiələrimiz həmişə amandadırlar. Həmişə Allah tərəfindən qorunanlar, məsturin, gizli qalanlar, məsumin. Allah Teala onları xüsusi şəkildə qoruyar, amma 3 şərt əsasında. Bu 3 xüsusiyyət əsasında. Əgər bizim şiələrimiz bu 3 xüsusiyyətə malik olarlarsa, narahat olmasınlar. Hər hansı zalimin hakimiyyətində yaşasalar da belə Allah Teala onları qoruyar. O 3 xüsusiyyət nədir? Ki, həqiqi şiələrin xüsusiyyəti İmam Sadiq əleyhissalam açıqlayır. Birinci, buyurur ki, ma əhsənun nəzərə li ənfusihim fīmā beynəhə və beynə xaliqihim. Birinci xüsusiyyət budur ki, şiələr diqqət eləsinlər. Özləri ilə Allahları arasında olan rabitə necədir? Allah Teala Qur'an-ı Kərimdə də buyurur və bizim də necə deyirlər, inancımızın əsas meyarlarından biri budur ki, insanşünaslıqda da vardır ki, insan bu dünyada həm Allah ilə rabitədə olmalıdır, əlaqədə olmalıdır, həm digər insanlarla, həm təbiətlə. Yəni bu istər-istəməz bu var, yəni qaçılmazdır. Yəni hər sahədə əlaqələr var. Amma əlaqə necə olmalıdır? Qur'an açıqlayır. Xaliqinizlə necə rabitədə olun, insanlarla necə də rabitədə olun, necə əlaqə qurun, onlarla necə rəftar edin. Bunu Qur'an-ı Kərim və əziz peyğəmbər və digər məsumlar kəlamlarında buyurublar. İmam Sadiq əleyhissalam buyurur ki, əgər bizim şiələrimiz istəyirlər zalimlərin şərrindən amanda qalsınlar, onlar tərəfindən, zalimlər tərəfindən heç bir zərər və ziyan toxunmasın, baxsınlar, nəzər eləsinlər, diqqət eləsinlər, özləri ilə Allah arasında olan rabitə necədir? Rabitə necə olmalıdır? Allah Teala Qur'an-ı Kərimdə buyurur. Allahla biz insanların arasında olan rabitə bir kəlmə übudiyyət olmalıdır. Hər bir sahədə. Yenə mən təkid edirəm, dəfələrlə siz əzizin elə verilişində bunu qeyd eləmişəm. İbadət deyəndə zehnimizə yalnız və yalnız namaz qılmaq, Ramazan ayının orucunu tutmaq deyil. Übudiyyət həyatın hər bir hissəsində. Məxsusən Allaha bəndə olaq, müxtəlif sahələrdə. Allahın istədiyi yerlərdə olaq, istəmədiyi yerdə olmuyor. Bir hədisdə gəlmişdə, təqvanın mənası budur ki, Allah istəmədiyi yerlərdə sizi görməsin. Allah istəmir filan məclisdə səni görsün. Allah istəmir səni, məsələn, filan bəyənilməyən, xoşa gəlməyən, məsələn, seriallara baxasın. Allah səni orada görmək istəmir. Bəs birinci xüsusiyyət, şiələrin birinci xüsusiyyəti elə deməsin ki, mən şiiyəm, Əli əleyhissalam mənə nicat verəcək, imamlar bizə şifaət eləyəcək qiyamətdə, bəli eləyəcək, amma bir şərtiyyə və şurutiyyə, şəfaətin də özünün şərtləri var. Heç bir rivayətdə gəlməyib ki, hansı şəxs şəfaət olunacaq, hansı günahdan şəfaət olunacaq. Ümumi şəkildə deyib, hansı əməl əməllər deyilib. Amma bir nəfər ki, günah əhlidir, necə deyirlər, başdan ayağa günah əhli arxain olur ki, mən şəfaət olunacam, Əli əleyhissalam mənim imamımdır, bəs mənə şifaət eləyəcək. Bu kifayət deyil. Allahla öz
Aronda əlaqən olmalıdır və əlaqə də Allah istədiyi kimi olmalıdır. Yəni Allaha hər bir həyatının hər bir hissəsində həqiqi mənada qul və bəndə olmalısan. Bu birinci xüsusiyyət. İkinci xüsusiyyət o da elə əlaqədir. Lakin bu əlaqə şiələr baxmalıdır ki, öz zəmanəsinin imamı ilə necə rabitələri var. Necə əlaqələri var. Belə gəlmişdi. Səhhət niyyatuhum li əimmətihim. Öz imamlarına nisbət niyyətlərin olsun, doğru və düzgün olsun. İndi biz İmam Sadiq əleyhissalamın zamanında yaşamırıq. İndi biz elə bir zamanda yaşayırıq ki, zamanənin imamına da əlimiz çatmır. Çoxlu hədislərlə təvatur olaraq gəlib çatıb ki, hər kəs zamanəsinin imamını tanımadan ölərsə. Bəs birinci vəzifəmiz nədir? Zamanənin imamını tanımaq. Məhdəviyyət haqqında söhbətlər çox olunub. Mən istəmə o bəhsə girəm. Amma bizim imamla qeybət dövründə əsl əlaqələrdən biri budur ki, imamın müqabilində olan vəzifələrimizi tanıyıb, bacardığımız qədərində o vəzifələrə əməl etməkdir. Əlbəttə bir əlaqə də vardır ki, əhid duası var, nudbə duası var, ziyarət-i Ali Yasin var, fərəc duası var, İmam Zaman əleyhissalamın sağlamlığı haqqında oxunan duaları vardır. Bu dualarda kimlər üçündür? Həqiqətdə imamla, zəmanənin imamı ilə özü aramızdan eləyək, bu əlaqəni qoruyub saxlayaq. Bəs ikinci xüsusiyyəti budur ki, hər bir zamanda yaşasan da belə öz zəmanənin əvvələn imamı var. Onu tanımalısan və onunla rabitə necə olmalıdır, onu qoruyub saxlamalısan. Bir sözdə öz zəmanənin imamına tabi olmalısan. Ona mütləq şəkildə itaət etməlisən. Bu da ikinci xüsusiyyət. Bəs Allahla olan rabitə, ikincisi zamanənin imamı ilə olan rabitə. Üçüncüsü çox önəmlidir. Üçüncü budur ki, və bərru ixvanəhum fəətəfu əla zəifihim və təsəddəqu əla zəvil faqəti minhum. Üçüncü budur digər şiələrlə olan əlaqə. Azərbaycan çox önəmlidir. Çox təəssüflər olsun ki, hal-hazırda da elə imamların öz zamanında şiələr təəssüflər olsun ki, həmişə əzab-əziyyətdə olublar. Zülm altında yaşayıblar. İmkanlı şiələr hər bir zamanda vəzifələrin biri budur ki, yoxsul, fəqir, imkansız şiələrə nə olmalıdır? Əl tutmalıdır. Çox önəmlidir. İmam davamında bu ki, zəiflərə köməklik eləsinlər, yaxşılıq eləsinlər. Necə? Və təsəddəqu əla zəvil faqəti minhum. Onlardan hər hansı, əgər fəqir olarsa, ehtiyaclı olarsa, imkansız olarsa bizim vəzifəmiz budur ki, ona nə eləyək? Yəni səxavət deyiləsin. Səxavət. Siz də gözəl buyurun. Səxavət əlbəttə hətta kafirə də insan gərək əl tutsun. Şiə olmayana da gərək əl tutsun. İmam Sadiq əleyhissalam öz rəftarında biz bunu görürük. Amma xüsusi olaraq şiələr əgər ehtiyaclıdırsa, biz onların ehtiyacını təmin etmək üçün əlimizdən gələni etməliyik. Çox gözəl buyurur. Yəni elə bil o qarşı tərəf istəmədən, yəni abrı getmədən sən əlbəttə hiss elədin ki, bunu gərək köməklə edəsən. İmamlarımız rəftarında göstərirlər. Bəzən biri gəlib deyir ki, "Yəbnə Rəsulullah, mənim ehtiyacım var, mənə kömək et." Hətta mən yadımdadır, verilişlərin birində bu hədisi dedim. Çox gözəl hədisdir. İmam Həsən əleyhissalama ərz elədi ki, "Yəbnə Rəsulullah, mən gəlmişəm səndən bir şey istəyəm, amma sənə verməyə heç bir şeyim yoxdur. Abrımı satmaqdan başqa bir şeyim yoxdur. Mən abrımı verirəm sənə, bunun müqabilində mənə köməkli elə." İmam çox narahat olur. Deyir, mən bunu sənə verirəm, bunun müqabilində heç bir şey də səndən istəmirəm. Vardı hədisdə 12.000 dinar ya 10.000 dinar imam ona verir və deyir ki, məni bağışla. Çox səndən üzr istəyirəm, bundan artığına imkanım yox idi. İmkanım olsaydı bundan artığını verərdim. Çünki Həzrət Əleyhissalam buyurur, o qarşı tərəf ki səndən istəsə, sən ona versən, iki surətdə verəsən. Ya abrva görə verəsən ona, ya da qorxursan ki, verməsəm cəmaət mənə nə deyəcək. Ona görə elə istəməmiş, xahiş eləməmiş ver. İmam çox davamında, həmin hədisin davamında çox önəmli olaraq bir məsələyə işarə edir. Buyur ki, biz ki, Allahla əlaqəni qoruyun, saxlayın, öz imamınızla əlaqəni qoruyub saxlayın, öz şiə qardaşlarının əlindən tutun, onlara sədəqə verin. Davamında buyur ki, "İnnallah nə'muru bizulmen." Biz imamlar heç vaxt zülmə, ədalətsizliyə, haqsızlığa heç vaxt əmr etmərik. Biz nəyə əmr edirik? Və lakinna nə'murukum. Lakin biz sizə əmr edirik, sizdən istəyimiz budur. Bil vərəi, əl-vərəi, əl-vərə. Əl-vərə kəlməsini 3 dəfə təkid edir. Şiələr Allahla əlaqələrini qoruyub saxlamalı, öz imamlarına itaət etməli, şiələrlə
onların ehtiyaclarına kömək etməli, amma bunun kənarında əlvərə təqvadan da üstün olan bir şeydir. Təqva barəsində adətən deyirlər də, vacibatı əmələ gətirib haramlardan çəkinmək olur təqva. Allahın əmri. Amma vərə bundan da üstün bir şeydir. Bir Peyğəmbərimizin Xütbə-i Şəhbaniyyəsindən bir hissə yadıma düşdü. Ramazan ayında o edilən əməllər barəsində Peyğəmbərimiz danışır. Bir ayə oxumaqlıq bu ayda bir Quran xətm eləməyə bərabərdə çoxlu əməlləri qeyd edir. Əli əleyhissalam bunların kənarında, Əli əleyhissalam çox gözü bilirdi. Peyğəmbərin də məqsədini bilir. İstəyirdi o əshab bu Ramazan ayında ən çox nəyə önəm versin? Dedi, ya Rəsulallah, əfzəlül əmal. Bunları bildi, hamısı gözəl əməldir. Amma bunların arasında ən üstün əməl nədir? Peyğəmbərimiz buyurur ki, əl-vərəu ən məharimillah. Allahın haramlarından çəkinməkdir. Ki İmam Sadiq əleyhissalamla təkidlə buyurur ki, əl-vərə. Nəhayət davamında axırıncı xüsusiyyətə də işarə edir. Vəl-muvasati, əl-muvasatil ixvanikum. Vərənin kənarına yenə təkid edir. Muvasat ərəb kəlməsidir. Buyurur ki, məqsəd budur ki, digər mömin qardaşlarınızda öz həyatınızda şərik bilin. Məsələn, sənin maşının vardır, onun yoxudur. Ehtiyacı olanda maşını onun da ixtiyarında qoy. Hər hansı insan o var da, indi ətrafımızda da görürük. Birinin bir şeyi var, başqasının yoxdur. O imkanatı ki, sənin ixtiyarında var, birinin ixtiyarında yoxdur. Bacardığın qədər o imkanatında qonşunu da, mömini də, şiəni də, müsəlmanı da şərik bil. Buna deyirlər muvasat. Hər bir halda İmam Zaman əleyhissalamın zuhurunun səmərələrindən də biri bundan ibarətdir ki, yəni insanlar öz mallarında başqalarını şərik bilərlər. İmam Sadiq əleyhissalam buyurduğu kimi, yəni deməzlər bu mənimdir, yox bizimdir, biz müsəlmanlarındır. Hətta vardı ki, yəni gərək mömin qardaşına elə olsun ki, istədiyi vaxtsa gəlib əlin salsın onun cibindən ehtiyacı qədərində götürsün, bu narahat olmasın. Amma məsələn, çox uzaq. Kamil insan belədir. Məsələn, Şəhid Mütəhhirinin sözlərində də var. Kamil insanı tərif eləyəndədir. Kamil insan odur ki, həm öz rabitəsini Allahla möhkəmləndirər və Allahın yaratdığı xalqla da rabitəsini gözəlləşdirər. Həqiqətdə buna təkid edir. Nəhayət İmam Sadiq əleyhissalam hədisin sonunda ümumi şəkildə belə buyurur. Buyurur, gərək siz öz qardaşlarınıza kömək edəsiniz, öz həyatınızda onları şərik biləsiniz. Davamında buyurur ki, fə innə əvliya Allah ləm yəzalu mustəzəfin qəlilin munzu xələqallahu Adəm əleyhissalam. Allah övliyaları Adəm peyğəmbər yaranandan günün indisinə qədər həmişə zəif olublar və həmişə də az olublar. Tarix də bunu göstərir də. Azər müəllim, Nuh peyğəmbər o qədər təbliğatın nəticəsində və Allah Təala Quranda da qalilun min ibadiyəş şəkur. Şükür edən bəndələr azdır. İmam Sadiq əleyhissalam da ona təkid edir. Allah övliyaları azdır. Bu azların əlindən tutun, azlara xidmət edin. Bu özü bir dənə imtahandır. Bəli. Çox gözəl usta, təşəkkür edirəm. Bugünkü verilişdə və bugünkü xüsusiyyətlərə diqqət salsaq, hansı nümunə bugünkü verilişimizdə var? Keçən verilişlərdə olduğu kimi bu gün də istəyirəm bir nümunəyə işarə edəm. O şəxsiyyətdə biz üçün nümunəvi şiədir və gərək onu da özümüz üçün biz ölçü götürək. O da Miqdad ibn Əsvəd. Bəzən bunu deyirlər Miqdad ibn Əmir. Əslində Miqdadın atası Əmr olub. Amma bir tarixi məsələ olub. O başqa bir qəbilə ilə necə deyirlər əhd bağlamışlar, peyman bağlamışlar. Onun nəticəsində Əsvəd qəbiləsinə nisbət verilib. Ona görə Miqdad ibn Əsvəd də deyilmişdir. Əsalətən Yəmənlidirlər. Sonra da gəlir Məkkəyə. Azər müəllim, bu da çox gözəl xüsusiyyətə malikdir. Bunun barəsində mən mütaliə edirdim. Buyurur ki, hicrət ayələrinin hicrət barəsində, mühacirlər barəsində nə qədər ayələr var. Məkkədəki iman gətirmişdilər, Peyğəmbərlə birlikdə Mədinəyə hicrət elədilər, bəziləri Həbəşəyə hicrət elədilər. Hətta Miqdad ibn Əmir və yaxud Miqdad ibn Əsvəd barəsində var ki, Hacərə hicrətin. 2 dəfə hicrət elədi. Həm Həbəşistana hicrət eləmişdi, həm də Mədinəyə Peyğəmbərdən hicrət elədi. İlk iman gətirənlərdəndir. 13-cü şəxsdir ki, iman gətirdi. Məkkədə iman gətirmək çox çətin. Hamı bütpərəst idi. 13-cü şəxs idi. 3 il Peyğəmbər gizlin şəkildə namaz və ibadət elədi də. 7 nəfər idi. O 7 nəfərdən biri də Miqdad ibn Əsvəd idi. Bu birinci xüsusiyyəti ki, iman. Əlbəttə hicrət və iman. Üçüncü xüsusiyyəti mən istəyirəm Peyğəmbərdən sonra onun həyatına diqqət edək. Nə qədər ki Peyğəmbər var idi, bəli,
o şəxslər ki, ilk iman gətirmişdilər, hicrət eləmişdilər, bunların imtiyazları həddindən artıq çoxdur. Amma əziz peyğəmbərimizdən sonra biraz vəziyyət dəyişdi. Bir sıra müsəlmanlar Həzrət Əli əleyhissalamın necə deyirlər, beyətindən əl götürdülər. Birinci xəlifə ilə beyət elədilər. Həzrət Əli əleyhissalam kənarda qaldı. Bir neçə nəfər vardı ki, tarixdə Əli əleyhissalamın vilayətindən himayət elədi. Hətta buyururlar ki, Miqdad o qədər şücaətli şəxs idi. Hər gün xəncərin götürərdi əlinə, gələrdi Həzrət Əli əleyhissalamın evinin qabağına. Ya Əli, sən nə əmr etsən, mən sənin xidmətindəyəm. Əgər lazım olsa mübarizə etməyə əmr etsən, mübarizə edərəm. Və beyət də eləmədi birinci xəlifə ilə. Məgər ki, Əli əleyhissalam bəzən deyirlər ki, məcbur olaraq zahirdə beyət elədi, onun ətrafında olanlar. Və hətta 40 nəfər cəm oldular. Bir hədisdə var ki, tarixdə qeyd olunub ki, gəldilər Həzrət Əli əleyhissalamın xidmətinə, dedi, ya Əli, biz səni müdafiə eləyəcəyik. Sabah əmr ilə onlardan xilafəti Allah sənə təhvil verək. İmam Əli əleyhissalam buyurmuş ola ki, hər kəs himayət eləmək istəyirsə, sabah başını keçəl olaraq qırxdırsın və kəfən giyinsin, gəlsin məscidə. O deyənlərdən 40 nəfərdən heç bir əsər əlamət yox idi. 6-7 nəfər var idi. Onlardan da biri Miqdad idi. Miqdad bu cürə şücaətli bir insan idi. Vilayət yolunda əlindən gələni əsirgəmədi. Axıra qədər müdafiə elədi. Yazırlar ki, Miqdad 70 yaşında dünyasını dəyişir, Bəqi qəbirstanlığında dəfn olunub. Və bir məsələyə işarə edirəm Miqdad barəsində. Biz rəcətə etiqadımız var, rəcətə inanmamız var. O şəxslərdən ki, hədis gəlib ki, o rəcət edəcək İmam Zaman əleyhissalamın zuhurunda Miqdad ibn Əsvəddir. Miqdad ibn Əsvəd hədislərdə qeyd olunub ki, İmam zuhur etdikdən sonra rəcət edəcəkdir, qayıdacaqdır və İmam Zaman əleyhissalam ona xüsusi bir öhdəlik verəcəkdir. Xüsusi bir təyinat verəcək. Xüsusi bir bəlkə də bu xüsusiyyətinə görədir. Mümkündür biri sual verər, bəs niyə Salman Farsi, bəs niyə Əbu Zər demir? Bəlkə də bu şücaət xüsusiyyətinə görə. Baxın, iman baxımından İmam Sadiq əleyhissalamdan hədis vardı. Buyurur ki, səhv etmirəmsə ya İmam Rızadır ya İmam Sadiq əleyhissalamdır. Buyurur ki, imanın 10 dərəcəsi vardı. Salman Farsi, bir Salman Muhəmmədi deyək də 10-cu dərəcəyə çatıb. Əbu Zər Ğifari 9-cu dərəcədə, Miqdad ibn Əsvəd 8-ci dərəcəyə çatıb. İman baxımından müqayisə edəndə onlarla aşağı təbəqədədir. Amma sizin buyurduğunuz kimi ola bilər bir şəxs Kumeyl ola bilər bir nəfər necə deyirlər Salman Farsi ola, amma mühüm işlərdə o qədər məsələn bazarlığı olmuyor. Bunlar hər işi deyirlər öz əhlinə tapşırmalısan. Yaxşı öz yerində, Şiədir öz yerində. Məsələn, Maliki Əşdərin yerini kim verə bilərdi Həzrət Əli əleyhissalam? İnşallah gələn verilişlərdə Maliki Əşdərdən də ad apararıq inşallah.